Harası zəng edəndə sorğularla nə qədər tez-tez qarşılaşırsan? Bizim haqqda hardan eşitmisiniz? Kim tövsiyə edib? Əvvəl belə xidmətdən istifadə etmisiniz? Büdcəniz nə qədərdir? Siz zəng etmisiniz qiyməti öyrənmək üçün. Bir rəqəm, amma 4 sual eşidirsiniz. Cavab vermək istəmədiyiniz suallar. Və bilirsiniz nə edirsiniz? Sağ olun, düşünərəm deyirsiniz və trubkanı qoyursunuz. Həmişəlik. Növbəti yerə zəng edirsiniz. İndi buna sahibkarın gözü ilə baxın. Reklama pul vermisiniz, müştəri zəng edib və sizin öz administratorunuz onu sorğu-suala tutub və itirib. Siz bu itirilmiş zəng üçün pul ödəmisiniz. Administrator düşünür ki, ehtiyacları öyrənir. Müştəri isə hiss edir ki, onu sorğu-suala çəkirlər. Ustream çağrı mərkəzində operator fərqli işləyir. Əvvəlcə cavab, qiymət, müddət, xidmətə nə daxildir, konkretlik. Sonra yumşaq şəkildə detalları dəqiqləşdirir ki, ən yaxşı variantı təklif etsin. Dindirmə yox, narahatlıq yox. Fərq. Administrator müstəntiq, konversiya 15%-dən 20%-ə qədər. Düzgün danışıq ssenarisini işləyən operator 40%-dən 50%-ə qədər. Zəng edin. Müştərinin qaçmadıdır. Qeydə alındığı söhbətin necə səsləndiyini göstərək. 15 dəqiqə. Pulsuzdur. Nömrə təsvirdə.